Bir dostumuz mənə zəng çaldı ki, Vüsal bəy, 15 illik ki ayrıldığım sevgilimlə qəflətən şəhərdə göz-gözə gəldik. Qeyri-ixtiyari olaraq ikimiz də salam verdik. Ötüb keçmək istəyəndə israrla ayaq saxlamasını xahiş elədim. Bu 15 ildə bircə dəfə necəsən deyib, niyə halımı soruşmadın demək istəyəndə, mən 15 ildir ki səndən gizli, sənin dostundan səni həmişə xəbər alıram dedi. Kövrək bir səslə dünya gözümdə qaraldı o an dedi. Və bunu qələmə almağımı xahiş elədi həmin dostumuz. Məni soruşmusan dostdan, tanışdan. Nə deyim? Yaxşıyam. Duyulur səsim. Əgər nəfəs almaq yaşamaqdırsa, yaşayıram. Gəlib gedir nəfəsim. Bu 15 il necə keçib ilahi? Günlər, aylar necə səssiz ötüşüb? Necə yaşamışıq bu ömrü biz? Araya dağ boyda ayrılıq düşüb. Özüm də bilmirəm heç səndən sonra nə təhər yaşadın, niyə ölmədin? Nömrəni silmişəm telefonumdan, adını qəlbimdən silə bilmədim. Sənsiz buraların dadı, tamı yox. Bu şəhərdə adam da olmaq olmur. Qaçır ayağının altdan küçələr, nə ölənlə ölmək, nə qalmaq olmur. Sükuta qərq olur evin, eşiyin. Qulaq möhtac olur addım səsinə. Ürəyin sinəndə alışır, yanır. Üşüyürsən özün öz nəfəsinə. Amma sən nigaran olma əzizim. Ömürdür də, sürüyürəm, ölmürəm. Kedişin ağlıma sığdı bir təhər, ürəyimi inandıra bilmirəm. Bilmirəm bu qədər yaxınkən, niyə o qədər yadlaşıb uzaq olmuşuq? İşinə bax dünyanın, bir-birimizə indi sus olmuşuq. Yasaq olmuşuq. Nə qəribədir bu dünyanın işi. Əvvəl sığal çəkir öyrədir səni. Dünən varlığına sığındığın kəs bugün yoxluğu ilə göynədir səni. Beləcə bir ömrə məhkum olursan. Hər günün istirab, hər günün qəhər. Necəsən deyənə yaxşıyam deyib, həyatdır da, yaşayırsan bir təhər. Necəsən deyənə yaxşıyam deyib, həyatdır da, yaşayırsan bir təhər. Yaşayırsan bir təhər. Bir təhər.